Salam dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, xoş gördük hər birinizi. Bu günləri yeni yasamalda yeni təmirli bir mənzil sizlərə çəkib təqdim edəcəm. Mənzilimiz yeni təmirdən çıxıb və təmirdən sonra da yaşayış olmayan bir mənzildir. İnfrastruktur cəhətdən əlverişli yerdə yerləşir, yaxınlıqda lazım olan bütün yaşayış obyektləri, məktəb, bağça, iri supermarketlər hər biri yerləşməkdədir. Mənzilimiz 12 mərtəbəli yeni tikili binanın 10-cu mərtəbəsində yerləşib, bir otaqdan 2 otağa düzəlmə bir mənzildir. 63 kvadrat müsahidən ibarətdir. Sənədlər tam qaydasında, kupça çıxarış mövcuddur, əldədir. Mənzili həm nağd şəkildə ala bilərsiniz, həm də dövlət ipotekası təsdiqlənmiş şəxslər buyurub müraciət edə bilərlər. Burada videodan da göründüyü kimi mənzilin qonaq otağı hissəsi yerləşir. Qonaq otağının qarşısında eyvan hissə, istilik sistemimiz kombidir. Kombi batareyaları da otaqlarda yerləşdirilmiş şəkildədir. Qonaq otağını gördünüz, belə bir geniş, işıqlı bir qonaq otağımız mövcuddur. Kifayət qədər genişdir. Gördüyünüz kimi kombi aparatı, kombi bateriyası həm burada yerləşdirilib, həm də orada yerləşdirilib. Kondisioner, lüstr, spot işıqlardan istifadə olunmuşdur. Divarlarda keyfiyyətli növ aboylardan istifadə olunub. Pərdəsi, lüstr hər biri quraşdırılmış şəkildədir. Buradan daxil olaq mənzilin digər hissələrdə sizi tanış edeyim. Burada mənzilin giriş qapısı yerləşir. Giriş qapıdan daxil olduqda sağ tərəfdə mənzilin sanitar qovşağı yerləşir və lazım olan bütün sanitar qovşağı hamam tualet aksesuarları ilə təchiz olunmuşdur. Binada qaz su işıq fəaliyyəti daimidir. Binanın 2 sürətli lifti və geniş həyəti mövcuddur. Burada mənzilin mətbəx hissəsi yerləşir. Mətbəx ora olub, oranı yataq otağı edərək, buranı mətbəx hissə edərək mənzili 2 otağa düzəldib. Ev sahibi mətbəx meblində görürsünüz, tam boyu axıra qədər quraşdırılmış şəkildədir. Otaqların döşəməsində keyfiyyətli laminatdan istifadə olunub. Buradan daxil olaq mənzilin yataq otağını sizlərə göstərim. Gördüyünüz kimi bu yataq otağımız da kifayət qədər genişdir. Lazım olan bütün əşyalarınızı, mebellərinizi rahatlıqla bura yerləşdirə bilərsiniz. Buradan da mənzilin eyvanına keçid mümkündür. Eyvanımız da kifayət qədər genişdir. Kombi aparatı və qaz sayğacı da eyvanda yerləşdirilmiş şəkildədir. Binada qaz su işıq fəaliyyəti daimidir. Binanın geniş həyəti var. İnfrastruktur cəhətdən əlverişli yerdə yerləşir. Yaxınlıqda lazım olan bütün yaşayış obyektləri yerləşməkdədir. 12 mərtəbəli yeni tikili binanın 10-cu mərtəbəsində yerləşir. Qanuni bir otaqdan 2 otağa düzəldilib, 63 kvadrat müsahidən ibarətdir. Sənədlər tam qaydasındadır, kupça çıxarış mövcuddur, əldədir. Mənzili həm nağd şəkildə ala bilərsiniz, həm də dövlət ipotekası yolu ilə ipotekası təsdiqlənmiş şəxslər ala bilərlər. Açarları bizdədir. Günün istənilən vaxtı mənzilə baxış keçirmək mümkündür. Alqı-satqı zamanı da açarlar həmən günü yeni ev sahibinə təqdim olunacaq. Mənzilin qiyməti 150.000 manat təyin olunub. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.